Esselamu Aleyküm ve Rahmetullah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum ve nefsi bi tekvallah. Əziz müminlər, günlərin seyyidi cümə günündə, məkanların alisi Allah evində əvvəla özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Allahın mübarək ayı, Ramazan ayının sonuncu cümə gününü yaşayırıq. Allaha həmd sənalar olsun ki, Allah mütəal bu ayı yaşamağı ömrümüzə bu ildə yazdı və bu ayda ibadət, itaat edib, oruç tutub, namaz qılıb, istiğfar etməyi bəndələrinə, bizlərə nəsib elədi. Lakin nə qədər əziz, nə qədər mübarək, nə qədər şirin bir ay olsaydı da belə, o ayda tamamlanmaq üzrədir. Artıq son günləri qalıb mübarək ayın və sonuncu cüməsini bu günləri sizlərlə görüşürük. Ümidvarıq ki, inşallah Allah bizləri də bütün sevdiyi bəndələri kimi bağışlamışdır. Əgər bu ana qədər bağışlana bilməmişdiksə, Allahdan təmənnamız bu mübarək ayın, mübarək günündə bizlərin də bağışlanmış bəndələrdən qərar verilməsini təmənna edirik inşallah. Ramazan ayı çox mübarək bir aydır, çox əziz bir aydır və bu ayın sonlanması təbii ki, bütün məsumlar üçün bir üzücü xəbər idi. Çox narahat olardılar. Əziz Peyğəmbərimizin xatirələrindən var ki, Həzrət Peyğəmbər Əkrəm Ramazan ayı sona bitərkən Peyğəmbərimiz oturub ağlayardı ki, Ramazan ayı bitdi. Çünki o məsumlar bu ayı dərk edirdilər, bilirdilər, nə əzəmətdə bir haldır, bir ilahi rəhmətin ağuşundadılar, nə qədər mübarək bir günləri, gecələri, saatları yaşayırlar. Və hətta bütün məsum imamların həyatına biz diqqət eləsək, eyni halı görürük. İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyəsində xüsusi bir dua var, Ramazan ayından vidalaşmaq duasıdır. Münacatdır, çox möhtəşəm bir münacatdır. Mən tövsiyə eləyərdim, əzizlər, Ramazan ayı bitən günü bacarsalar, ona mütləq tərcüməsi ilə birlikdə oxusunlar. Həzrət buyurur, əlvida, əlvida Ramazan ayı. Səndən doymasaq da, oruç tutmağımdan doymasaq da, əlvida. Əlvida ey gəlmədən intizarı, getmədən qəmi çəkilən ay. Hər kəs bu ay gəlmədən gözləyirdi onu. Ramazan ayına vaxt gələr. Amma bitməmiş hamısı darıxır. Artıq möminlər də yavaş-yavaş darıxmağa başlayırlar ki, bu ay sonlanmaq üzrədir. Dünən 2.50 yapışdığımız sabah həsrətini çəkəcəyimiz ay. Elə ki, Ramazan ayı bitir, bayram namazı qılındı. Darıxırsan sonra o başlanlıqlarsın, o iftarsın, o dualarsan, o zikirlərsin, o gecə ibadətləri üçün möminlər darıxırlar. Əlvida sənə də, əlimizdən çıxan fəzilətə də, məhrum qaldığımız bərəkətə də. İmam Səccad əleyhissalam istəyir bizə başa salsın ki, nə dəyərli bir əziz ilahi hədiyyənə vidalaşırsınız. İnsan bəlkə də ən doğma insanı ilə ayrılsaydı belə, bu cür yanğılı sözlərlə ayrıla bilməzdi. İmam Səccadın nəzərində Ramazan ayı bu idi. Mübarək gecələr bu idi. Və əziz Peyğəmbərimizdən də hədis buyurur Həzrət Peyğəmbər Əkrəm, qalə Rasulullah, zeyyünül aydeyn bit-təhlil və təkbir və təhmid və təqsir. Həzrət Peyğəmbər Əkrəm buyurur ki, orucunuzu, Ramazan bayramınızı bu 4 kəlmə ilə zinətləndirin. La ilahə illallah, Allahu Əkbər, Elhamdülillah, Subhanallah zikirləri ilə. Mütləq Peyğəmbərimizin tövsiyəsidir.
Ramazan bayramında bu zikri çoxlu təkrar edin. Subhanallahi velhamdülillahi və la ilahe illallah və allahu ekber. Çünki bu elə bir zikirdir ki, bunun içində o 4 zikir cəmlənib. Çox mübarək bir zikirdir. Peyğəmbər burada bu zikirlə bayramımızı zinətləndirin. Başqa bir hədisdə buyurur, salavatla bayramımızı zinətləndirin. Peyğəmbərə çoxlu salavat göndərməklə zinətləndirin. Və Həzrət İmam Sadiq əleyhissalamdan hədis var. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, kim orucunu yaxşı söz və yaxşı əməl ilə başa vursa, Allah onun orucunu qəbul eləyər. Soruşdular, Yəbnə Rəsulillah, yaxşı söz nədir, yaxşı əməl nədir? Həzrət İmam Sadiq əleyhissalam buyurdu, yaxşı söz la ilahe illallahdır, bayramımızı la ilahe illallahla bitirin. Yaxşı əməl fitrə zəkatı çıxartmaqdır. Ki, əzizlərim, bütün müsəlmanlara fitrə zəkatı çıxartmaq vacibdir. Həzrət İmam Həsən-i Müctəba əleyhissalamdan rəvayət edirlər. Həzrət gördü ki, bir dəstə insan fitr bayramında gülüb əylənirlər, şadlıq edirlər. Həzrət İmam Sadiq əleyhissalam çox narahat oldu, yaxınlaşdı onlara. Yaxınlaşdı və dedi ki, bu bayram gülüb əylənmək bayramı deyil. Bu sizin düşündüyünüz bayramlardan deyil. Bu ibadət bayramıdır. Bu bəndəçilik bayramıdır. Bayramdır, İslamın əzəmətli bayramıdır. Amma bunu elə obru bayramlardan düşünməyək, şadlıq məclisləri kimi düşünməyək. Çox təəssüflər olsun ki, bəzi kənardan təsirlənərək bizim xalqımıza da sirayət elədi. Çünki Ramazan ayı, Ramazanın özü, Ramazanın bayramı, Qurbanın bayramı bizi üçün millət olaraq tarix boyu müqəddəs bir bayram olub. Həqiqətən də insanlar müqəddəs detallara fikir veriblər. Ölülərini ziyarət ediblər, qohum əqrəbanı ziyarət ediblər, uşaqları sevindiriblər, küsülləri barışdırıblar. Bugün yavaş-yavaş bu dəyərlər aradan gedir. Bəzi təbliğlərin nəticəsində bugün biz də görürük, şahid oluruq ki, artıq vətənimizdə də istər Ramazan bayramını, Ramazan günlərinin iftar məclisləri olsun, istər də Ramazan bayramını elə bir hala gətirib çıxardıblar ki, bir çalçağır, şənlik məclislərinə çeviriblər. Çox təəssüflə insan izləyir, görür, iftar məclisləri qururlar, müğənnilər dəvət edirlər. Ramazan bayramı elanları indidən paylaşılır. Filan restoranda Ramazan bayramı, Ramazan şənliyi qeyd olunacaq. Qonaqlarımızla filan müğənni, filan müğənni, filan var. Çox ayıbdır bu. Çox ayıbdır. Bu aya hörmətsizlikdir. İlla o bayramı keçirtməyin. O insanlar ki, o cür bayram keçirdəcək, keçirtməyin, gidin evinizdə oturun. Bayram, bayram mahiyyəti nədir? Yəni, Allah, sən məni bugün bağışlamısan. Mən paçlanıb bu aydan çıxmışam. Sevinməkdir bu ayın mahiyyəti. Allaha təşəkkür eləməkdir. Gecəni sabah ki, bilirsən bayram olacaq, bu gecəni əhya saxlamalıdır, ibadət itaətdə keçirtməkdir. Yoxsa ki, Allah məni bağışlamısan, elə bugün mən təzdən gəlmişəm həyasızcasına, o günah məclisində oturmuşam, əl salıram, oynayıram, rəqs edirəm, baxmıram saqqalıma, baxmıram hicabıma. Bunlar yol verilməz bir məsələlərdir. Bunu xüsusi olaraq niyə qeyd edirəm? Çünki ölkəmizdə Ramazan bayramı 2 gün elan olunub, bilirsiniz, mart ayının 30-u və 31-i və eyni zamanda mart ayının 31-i bizim xalqımızın ümummilli soyqırım, hüzün günlərindəndir. Ona görə də bəzi hallarda, məsələn, insanlar düşünür ki, soyqırım gününə düşüb. Bəli, soyqırım bizim yaralı bir tariximizdir ki, inşallah növbəti xütbədə onun barəsində söhbət eləyəcəyik. Hüzünlü günümüzdür və Ramazan bayramı da eyni zamanda çalçağır bayramı deyil ki, Ramazan bayramı da elə ibadət, itaət, şükür, həm, təsbih bir bayramıdır. Yəni, bunların bir yerdə cəm olmasında da heç bir narahatçılıq yoxdur. Möminlər bir yerdə həm şəhidlərini anacaqlar, həm mübarək gününü anacaqlar ki, bunlar mühüm məsələlərdir. Və bir neçə kəlmə də deyək ki, fitr bayramının əsas əməllərindən də biri dedik ki, fitrə zəkatıdır. Fitrə zəkatı vacibdir. Hər bir müsəlmana fitrə zəkatı çıxartmaq
vacibdir. Kimlər fitrə zəkatı çıxartmalıdır? Hər o şəxs ki, həddi buluğa yetişib, özünə vacib olur. Baxın, buna diqqət edin. Həddi buluğa yetişmiş insan özünə vacib olur. Amma həddi buluğa yetişməmiş insan üçün də valideynləri fitrə zəkatı çıxartmalıdır. Hətta 1 yaş olsa belə, 3 aylıq körpə olsa belə. O valideynin ki, çörək yiyənidir, onun fitrə zəkatını çıxartmalıdır. Aqil olmalıdır, yəni kimə vacib olur. Bax, burasını mən bir də diqqət edin. Kim çıxartmalıdır fitrəni? Həddi buluq, aqil, huşu başında olan, bir də fəqir olmayan insan. Fəqir olmayan insan kimdir? Evdə çörəyinin pulu var. Çörək yeməyə, çörək almaq üçün pulu var. Bu fəqir deyil. Da indi bəzi hallarda sual verirlər ki, mənim banka borcum var. Mən də fitrə zəkat çıxartmalıyam. Bəli, çıxartmalısan. Sən banka borcun var. Sağ ol, qismət bir 50 minlikdə maşın sürsən, nə olsun? Bu günləri ən imkanlı insanların banka borcu var. Neyini? Onlar fitrə zəkatı çıxartmasın. Fitrə zəkatı hər kəs çıxardacaq. O insanlar istisnadır ki, onun çörək pulusu yoxdur. Ona vacib olmayacaq. Hətta məraci yazır ki, müstəhəbdir, imkan tapsa o da çıxartsın. Vacib deyil ona. O qədər mühüm yanaşılıb bu fitrə zəkatına ki, deyirlər, 1 illik özünüzün, ailə özünün sığortasıdır. Bəlalardan qorunmasıdır. Fitrə zəkatı vacibdir hər kəsə çıxartmaq. Fitrə zəkatının dedik ki, nələrdən çıxarılacaq? Bildik kim çıxarılacaq, bəs nələrdən çıxarılacaq? İnsanın il ərzində yediyi şeylərdən və yaxud onların məbləğində puldan. İnsan nə yer il ərzində? Misal deyək də, xurmadan, çörəkdən, kişmişdən, düyüdən, yiyiləcək şeylərindən insanı. Və yaxud da onların hesabatı aparlar, nədir? Onların məbləğindən. Bəzən, məsələn, biz qədim kitablarda görürük, məsələn, yazılıb buğda ilə çıxardın, unla çıxardın. Bəli, o, məsələn, yerlərdə ki, bu gün də un yiyinti vasitəsi hesab olunur. Məsələn, kəndlərimizdə yaşayan insanlar unla hesablaya bilər və yaxud unun özü ilə çıxarda bilər. Amma şəhər əhli adətən un istifadə eləmir. Adətən, istisnalar olur. Şəhər əhli adətən çörək alır. Çörək aldığına görə çörək ilə hesablayacaqsan sən. Hətta əqəl budur çörək ilə hesablayacaqsan. Ən azı budur çörək ilə hesablayacaqsan. Nə qədər? Hər ailə üzvünün sayına görə 3 kilo yiyəcək və yaxud onun pulunu 3 kilo çörək. Əzizəm, 3 dənə çörək demirəm. Çünki bu günləri çörəklər bəzi 500 qram, 600 qram, 700 qram bilmirəm də indi. Yəni kilosunun qiymətindən söhbət edir. Ona görə də azı adam başı ən az məbləğ ki, deyiblər, heç olmasa adam başı 2 manatdan olmalıdır. Ən az imkanı olmayan. Amma bu meyyar da öyle, hamı 2 manat çıxarsın deyil. O insanlar ki, 30 gün Ramazan ayında ancaq Mədinə xurması ilə iftar elədi, yaxşı elədi, Allah qəbul eləsin, zəhmət çəksin. Bu Eid-i Fitrdə də Mədinə xurmasının qiyməti ilə fitrəsini çıxartsın, kasıb da 1 kilo bu bayramın günündə ət alıb evində pişirə bilsin. İmkanlılar, siz fitrəvizi yediyiniz şeylərlə çıxartmalısınız. 2 manat 50 qəpikli xurma ilə hesablamayacaqsən. Çünki sən bu Ramazan ayında bir dəfə o xurmadan yeməmişsən. Zəhmət çəkəcəksən, nəydən yemisən, ondan çıxardacaqsan. Allaha da bilməyəcək gəzlərim. Ona görə də zəhmət çəkməliyik, imkanlılarımız çox fitrə çıxartsınlar ki, ehtiyaclarımızla bayram eləyə bilsinlər. Fitrənin mənası budur. Da indi elə cibimin əzik manatlarını çıxardıb verəcəyəm, o da nə ala biləcək? Çörək ala biləcək, elə çörəyi dünən də məzlum tapıb yemişdi də, bu günləri yavanlığı da olsun çörəyinin yanında, bir əti də olsun, bir salatlığı da olsun ki, balaları ilə bu hiss eləsin ki, bugün bayramdır. Eid-i Fitrin mənası bundan ibarətdir. Nə vaxt çıxarılır fitrə zəkatı? Fitrə zəkatı sənə yəqin hasıl oldu ki, bu gecə bayramdır, əzandan, şam əzandan sonra çıxardılır. Bayramın axşam əzanından qabaq çıxartdığın fitrə zəkatı fitrə deyil, sədəqədir. Bayram olmalıdır ki, sən fitrə çıxardasan.
Fitrəni çıxardıb nə vaxt verməlisən? İmkanın var, gecə ilə çatdır, sabah da bayram eləsin. Olmasa müstəhəbdir, bayram namazını qılıb qaydanda fitrə zəkatını çıxardır. O da alınmasa deyiblər, növbəti gün, yəni bugün bayram axşamı idi, sabah bayramın günü zöhr əzanına qədər ehtiyaclıya çatdır ki, o da bayram eləsin. İstisna var. Məsələn, sənin bir yaxın qohumun var, fitrövi ona vermək istəyirsən, amma başqa şəhərdə yaşayır, uzaqdadır, bir gün yubadıb, eyb yoxdur, sonradan verə bilərsən ona. Fitrə zəkatının pulunu dəyişmək olar, olmaz. Məracə buna icazə vermir. Yəni, cibimdən bu günləri axşam 20 manat çıxartdım fitrə pulu, qoydum kənara, sabah fəqiri gördüm, cibimdən başqa 20 manat çıxardıb verə bilərəm, ona olmaz. Verə bilərsən, amma sədəqədir. Fitrənin pulu odur. Onu da götürüb, qaytarıb özün xərcləyə bilmərsən. Fitrə zəkatının pulu dəyişdirilə bilməz. Sual olunur, bəs, məsələn, mən xaricdəyəm, fitrə zəkatını istəyirəm ki, məsələn, öz vətənimdəki insanlara verim, uzaqdayam, əlim yetmir. O neynəsin? Kart vasitəsilə, bank vasitəsilə pul göndərə bilər. Əzizlərim, yolu budur. Rahat yolunduran. Bir neçə şərt sayıblar, ən rahatı budur. O, öncədən, bayram axşamı olmadan, bir gün qabaq, 5 saat qabaq, öz vətənində yaşayan bir insanın kartına, məsələn, 50 manat pul göndərəcək. Deyəcək ki, mən bu pulu sənə verdim, borc ünvanında, saxla özündə. Elə ki, bayram axşamı oldu, zəng eləsin, desin ona ki, indi bax, o borcu, mənə ki, borcun var idi, vermişdim sənə 50 manat. O pulu səni vəkil eləyirəm öz tərəfimdən, mənim əvəzimdən fitrəmi çıxart. O da həmin pulu ayırsın, çıxarsın, aparsın, versin, ehtiyaclıya. Yəni, bu şərtlə mümkündür. Demişdik ki, bizim seyyidin kasıbına fitrə zəkatı verməyə haqqımız yoxdur. Biz çıxartdığımız fitrəni ancaq seyyid olmayana verə bilərik. Seyyidin ehtiyaclısına yalnız seyyidin fitrəsini vermək olar. Amma seyyidin fitrəsini seyyid olmayana da vermək olar, bəli. Seyyid olmayana da fitrəsinin zəkatını vermək icazəlidir. Bu da fitrə zəkatının şərtlərindəndir və bir daha da elan edirik ki, əgər çalışın, kim ki fitrə zəkatı çıxardır, birinci deyiblər, yaxın qohumlarında varsa ona ver, olmasa qonşularında ver, olmasa çıx şəhərin ehtiyaclarına çatdır. Hər kim görürsən ki, çətinlik çəkir, vaxt eləyə bilmir, işi gücü ilə əlaqədar, çətinliyi olsa fitrə zəkatını ayırıb, amma verə bilmir, çatdıra bilmir, o zaman da bizim məscidimizin hər il xidmət göstərən qardaşlar var ki, onlara yaxınlaşa bilərsiniz. Fitrə zəkatlarınızı verə bilərsiniz. Onlar da hər il olduğu kimi sizin fitrə zəkatlarınızı təyinatı üzrə həmin günü çatdıracaqlar sahiblərinə. Bəs bayram namazı da dedik ki, Qafqaz Müsəlmanlar İdarəsi rəsədxananın hesablamalarına əsasən elan edib ki, bayram namazı 30-u qılınsın. O elana əsasən məscidlərimizdə 30-u bayram namazı qılınacaq. Bizim də məscidimizdə səhər 8-də Niyaməddin Əfəndi qılacaq, 9-da da biz bayram namazı qılacağıq Allahın izni ilə. Təbii ki, mübarək bir bayramdır, ilahi bir bayramdır və ilahi bayramın da şərtləri var. İnsan müstəhəbdir, axşamdan aya axtarmalıdır, ayı görməlidir ki, Peyğəmbərimizdən də hədis var ki, ayı görün, bayram edin, ayı görün, oruç tutun və ayı görün, bayram edin ki, bu da bizim şəri tərəfidir, əhkamı tərəfidir. Möminlər təbii ki, həmin gecələrdə də o ayın axtarışında indi müstəhəb əməldir, məşğul olarlar, sabit olar, yəqin olar, inşallah ki, hər kəs də bayramlarını qeyd eləyərlər. Allaha and verək izzətinə, cəlalına, əzəmətinə. Allah mütəal bu mübarək bayramı bütün İslam ümməti üçün, xalqımız üçün və bu cəm əzizlərimiz üçün mübarək qərar versin inşallah.